Artıq uşaqlar Google eləmirlər. Yəni onlar ChatGPT-yə yazır tapşırığı. O ona belə yaxşı məlumat verir. Hər şeydə ChatGPT-yə qaçan, tənqid təfəkkürü inkişaf eləməmiş uşaqlar böyütməyək deyə müəllim məhz süni intellekt alətlərini o uşaqdan yaxşı bilməlidir. Mədəniyyət və ənənənin təhsil prosesinə inteqrasiyası, yəni təhsil prosesində istifadə olunması əgər düzgün olarsa, bu çox önəmli, çox yaxşı nəticələr verə bilər. Tədqiqatlar göstərir ki, yerli ənənə və mədəniyyətlər hansı ki, o həmin o mühitdə böyüyən, deyək ki, o genofondunda uşaqların hopmuş o xüsusiyyətlər ki var, onlar öyrənmə prosesinə tətbiq olunduqda bu uşaqların yazı, sonra nitq, ümumiyyətlə düşünmə prosesinə çox yaxşı təsir göstərir. Amma bir məsələ var ki, ənənə təhsil prosesinə ziyan vurmamalıdır. Çünki necə ziyan vura bilər? Məktəbin əsas vəzifəti nədən ibarətdir ki, qlobal trendləri təhsil prosesinə inteqrasiya eləsin, qlobal düşünən, ancaq həm də yerli ənənəyə hörmət edən, adət-ənənəyə hörmət edən şəxslər yetişdirsin. Bir növ gələcək vətəndaş hazırlasın. Yəni əgər bu ənənələr, mədəni dediyimiz o xüsusiyyətlər təhsil prosesinə maneə yaradırsa, o zaman məktəb özünün əsas funksiyasını yerinə yetirməmiş olur. Məsələn, bunu belə nümunədə deyə bilərəm ki, baxın, tənqidi düşüncə bacarığı tutaq ki, tənqidi düşüncə bacarığını uşaqda formalaşdırmaq bir sistemdən digərinə görə fərqlənə bilir. Əgər opressiv, məsələn, belə deyim, avtoritar pedaqoji mühitlərdə öz fikrini paylaşması, açıq şəkildə paylaşması, təhsil alanlara belə deyək də, təhsil verənlər, təhsil alanlar, təhsil iştirakçılarına ümumiyyətlə hər hansı problem yaradırsa, demək ki, bu bacarıq həmin sistemdə təşviq edilmir. Sistemlər var ki, orada həqiqət təkdir. Yəni həqiqətin çox üzlü olması bir növ qəbul olunmur, təşviq edilmir. Amma başqa sistemdə bu bacarıq təşviq edilir. Onlar bir məsələni bir neçə tərəfdən araşdırmağa uşağa başa salırlar, öyrədirlər, bu bacarığı deyək ki, mənimsətməyə çalışırlar. Yəni sistem bu məsələdə çox önəmlidir. Bu ənənələrin, qlobal trendlərin daxil olunmasında təhsil prosesinə, öyrənmə prosesinə. Yəni sistemin özünün ümumiyyətlə bir fikri olmalıdır ki, o necə bir fərd görmək istəyir qarşısında, necə bir vətəndaş görmək istəyir. Həmin o fikri də təhsil verənə aydın, dəqiq şəkildə kommunikasiya eləməlidir. Bizim var təhsil standartlarımız əslində. Məsələn, bilirik ki, ibtidai sinfi bitirən uşaq hansı bilik bacarıqlara sahib olmalıdır, olmalı. Ancaq bütün müəllimlər bu haqda dəqiq fikrə deyək ki, sahibdirmi? Bu sual doğurur. Həmin o qaydaların düzgün aşılanmadığı, düzgün kommunikasiya olmayan cəmiyyətlərdə təhsildən söhbət gedir də təbii ki. Təhsil gəlir asılı olur müəllimin vicdanından. Yəni subyektivləşir artıq. Obyektiv qaydalar olduğu halda təhsil subyektiv alınır. Yəni ona görədir ki, bizdə məsələn bir məktəbdə tutaq ki, 12 ibtidai sinif müəllimi var, amma hamı çalışır o 2 nəfərin sinfinə qoysun uşağını. Çünki daha belə deyək, əvvəlki nəticələri daha yaxşıdır. Amma əslində hamını eyni qayda ilə işləyir. Hamı eyni standartla işləyir. Və sistemin işləmədiyi orada görünür ki, məsələn, bir müəllim digərindən daha çox rəğbət görür. Əslində belə olmalı deyil. Yəni mən istənilən yerdə uşağımı aparıb qoymalıyam rahat-rahat və əmin olmalıyam ki, mənim övladım dövlətin verdiyi standartlara görə təhsil alır və o bacarıqlara sahib olacaq mütləq şəkildə. Nə uşaqlar, nə də valideynlər, yəni cəmiyyət 20-30 il əvvəlki, heç 10 il əvvəlki də deyirlər. Yəni ki, özümüzlə müqayisə eləsək, indiki uşaqları tamam başqadır bütün vəziyyət. Yəni biz yenə də sistem olaraq çalışmalıyıq ki, gələcəyə hazır olsun həmin uşaq o bacarıqlarla. Çünki hər şey çox sürətlə dəyişir. Adicə peşələri götürək məsəl üçün. Əvvəl insan necə idi? Bir təhsil alırdı, peşəyə yiyələnirdi. 2-3 dəfə ixtisas artırmaya gedirdi maksimum ömrü boyu və rahat-rahat yaşayırdı, pulunu qazanırdı. İndi belə deyil. Bir insan həyatı boyunca məcbur olur bir neçə peşəni istifadə eləsin, bir neçə peşəyə yiyələnsin, özünü inkişaf elətdirsin mütəmadi. Çünki bazar şərtlərinə uyğun olsun. Yəni pul qazana bilsin, belə deyək. Və həmin
vəziyyətlərdə məsələn biz nə edə bilərik məktəb olaraq, sistem olaraq nə iş görə bilərik? İlk növbədə yenə də müəllimlərin peşəkar bacarıqlarını artırmalıyıq. Yəni artıq müəllimin belə ixtisarlı proqramlarında süni intellekt öz yerini tapmalıdır. Buna dair təlimlər, inklüziv öyrətmə öz yerini tapmalıdır. Rəqəmsal savadlılıq öz yerini tapmalıdır. Onların da deyək ki, öyrəndiyi şeylər dəyişməlidir. Çünki qarşısındakı uşaq fərqlidir. Artıq uşaqlar Google eləmirlər. Yəni onlar ChatGPT-yə yazır tapşırığı. O ona belə yaxşı məlumat verir. Müəllim indi ChatGPT-ni o qədər yaxşı bilməlidir ki, bu cavab hardan gəlir, necə gəlir. Həmin o uşağın o süni intellektin alətlərini istifadə eləməsini onun faydasına çevirsin, ziyanına yox. Yəni artıq bir əzbərçi, hər şeydə ChatGPT-yə qaçan, tənqid təfəkkür inkişaf eləməmiş uşaqlar böyütməyək deyə müəllim məhz süni intellekt alətlərini o uşaqdan yaxşı bilməlidir. Bunun üçün də yük düşür kimin üstünə? Yenə sistemin üstünə ki, müəllimi çox hazırlamalıdır. O necə bir telefon kimi də mütəmadi update eləməlisən ki, yeniləməlisən ki, o sistemin tələblərini qarşılaya bilsin. Uşaqlar məsələn bu bizə başqa problem də yaradır ki, məsələn, uşaqlar artıq belə deyək, hər şey YouTube-da görürlər. İstənilən şey haqqında YouTube-da məlumat ala bilirlər. Və müəllim üçün çətindir dərsi maraqlı eləmək. Yəni o metodları, sonra o texniki avadanlıqları sinifə daşımalıdırlar. Mütləq ki, o uşaqları sinifdə otuzdura bilsinlər. Uşağa çox maraqsızdır. Yəni indiki uşaqlar sual verir. Mən falan şey niyə öyrənməliyəm? Biz belə eləmirdik. Bizə tapşırıq verirlər, dərs verirlər, mən oxuyurdum. Fizikanı necə oxuyurdum, biologiyanı da. Mən sual vermirdim. Tarix mənim nəyimə lazımdır? Onsuz da mən açanda öyrənəcəm bu haqqda YouTube-da. Yəni bizim vaxtımızda belə deyildi hər şey əl çatan. Və ona görə bu uşaqları dərsə marağını cəlb eləmək üçün müəllimin alətləri tükənməməlidir də, yəni ki, belə onların diqqətini saxlamaq üçün özündə nə bilim texniki avadanlıq sinifdə olmalıdır ki, o istədiyi vaxt qoşulsun, istifadə eləsin. Və uşaqların da bu qədər informasiyaya yaxın olmağı, yəni davamlı informasiyaya məruz qalmaları, lazımsız kontentə məruz qalması uşaqlarda başqa psixoloji cəhətlər formalaşdırıb. Məsələn, uşaqlar daha fikri dağınıqdır. Məsələn, tez əsəbləşirlər, səbirsiz olublar. Və müəllimlərə bunu bu tutaq ki, problemləri aradan qaldırmaq üçün yenə də başqa bir kömək lazımdır. Məsələn, uşaq məktəblərdə psixoloqların sayı artırılmalıdır mütləq olaraq. Artıq məktəblərdə psixoloq sayı 2-1 yox, daha çox olmalıdır ki, daha çox uşağı əhatə edə bilsinlər və lazım olan vaxtda o uşağın emosional vəziyyətinə kömək edə bilsinlər. Yəni nəzərdən qaçmasın, tutaq ki, uşağın o emosional disbalansı, yəni balansı itirməyə nəzərdən qaçmasın. Bu çox önəmlidir, yəni ki, eyni zamanda. Yəni əgər müəllimlərə düşünürəm ki, bu cür metodik köməklər, yəni müəllim köməkçiləri, psixoloqlar, dediyim kimi bəzi sosial işçilər ola bilər. Onlar dəstək olarsa və kontent belə məktəbdə texniki avadanlıqlar deyək ki, olarsa ki, kontent daha da zənginləşsin, məktəbi əslində maraqlı mühitə çevirmək olar. Və eyni zamanda da uşaqların düşünürəm fiziki aktivliyi məktəbdə həm də açıq havada olması, bunlar da nəzərə alınmalıdır ki, onların o diqqəti özünə gəlsin, tez yorulurlar, yəni dediyim kimi, o tez yorğunluq aradan keçsin. Bütün bu məsələlər nəzərə alınarsa, düşünürəm ki, məktəb uşaqlar üçün çox da maraqlı bir yer ola bilər əslində.